Bakıda Baku TV-nin media dəstəyi ilə keçirilən Data, ERP və Süni İntellekt zirvəsi özəl və dövlət qurumlarının nümayəndələrini, eləcə də beynəlxalq ekspertləri bir araya gətirib. Yerli və xarici mütəxəssislər rəqəmsal transformasiyanın gələcəyini, bu sahədə yeni imkanları və çağırışları müzakirə ediblər. Zirvə çərçivəsində 3 panel üzrə 3 moderator və 17 spiker ən aktual mövzular haqqında çıxış edərək geniş fikir mübadiləsi aparıb. Ekspertlərin fikrincə bu zirvə ölkədə rəqəmsal inkişaf prosesini daha da sürətləndirən növbəti mühüm addımdır. Bu tədbir ilk dəfə Azərbaycanda keçirilir və hər üç istiqaməti özündə ehtiva edən ilk tədbirdir. Həm data, həm ERP, həm də süni intellekt mövzusu üzrə Azərbaycandan və Türkiyədən, eləcə də digər qonşu dövlətlərdən iştirakçılarımız var. Bilirsiniz ki, insanlar zehni əməyin insansızlaşdırılması üzərində çalışırlar ki, artıq o böyük gücü də daha asan hala gətirsinlər və bu istiqamətdə dünyada bir çox proseslər gedir. Biz də o proseslərdən geri qalmamaq üçün bu istiqamətlərə daim diqqət yetirməliyik. Məqsədin keçirilməsində önəmli və ümdə rolumuz ondan ibarətdir ki, hal-hazırda bütün dünyada geniş vüsət alan süni intellekt, eyni zamanda onun digər sahələrə sirayət etməsini Azərbaycan üzərindən də tezləşdirmək, irəlilətmək və insanları daha tez bu istiqamətə gətirməyini təmin eləməkdir. Ona görə də biz bugün şəxsən timsalında keynote speaker olaraq xarici ölkələrdə baş verən yeni təcrübələr barəsində, xüsusilə insanların süni intellektlə bərabər rolu, əl-ələ, qol-qola verib qabağa getməsi barəsində qısaca məlumat vermək istəyirik. Tədbir göstərdi ki, ölkədə rəqəmsal gələcəyin qurulması istiqamətində qarşıda böyük hədəflər və geniş perspektivlər mövcuddur. Zirvə isə həmin hədəflərə doğru atılan önəmli və strateji bir addım kimi yadda qaldı.